Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən müəllim Hazırlıq Mərkəzinin Azərbaycan Dil Ədəbiyyat müəllimi Eyvaz müəllim. Əziz müəllimlər, fevral qruplarına artıq qeydiyyat başlamışdı. Siz də mənim dərslərimə qoşulmaq istəyirsinizsə, qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Dərs cədvəli 3, 6, 21, 00. Hər birinizə uğurlar. Cədvəldəki uyğunluğu müəyyən edin. Baxaq, yalnız bir məcaz növü işlənmişdi. Məcaz növü deyəndə, yəni təsvir vasitələri. Yalnız bir sintaktik fiqur işlənmişdir. Burada isə ifadə vasitə. Yəni burada təsvir. İndi baxaq. Deyir ki, könül, nə yanırsan, nə yandırırsan. Burada könül, nə yanırsan, nə yandırırsan metafor. Xalqı bir yönə mi gətirəcəksən? Dilsiz qayaları, dilsiz qayada epitet. Deməli, burada neçədən oldu? Həm metafor, həm epitet. 2 dənə təsvir vasitəsi var. Biri çıxırıq. Üzüm payız yarpağı kimidir. Alnın qırış-qırışdır. Üzüm payız yarpağı kimidir. Təşbih. Qəlbin qəmlər əlində kah küstü, gah baxın. Qəmlərin əlindən küsüb barışması qəlbin. Bu da metafor, həm də təşbih var. Burada ikində çıxırıq. Əlvan çiçəklərin baxışına bax. Əlvan çiçəklərin baxışları olur. Yox, burada metafor var. Çəməndə güllərin naxışına bax. Burada bizə dənə metafor var. Biri üstü. Yalnız sintaktik fiqur işlənmişdi. Bir dənə sintaktik. Heç gərək yox uymuş səni görməyə. Əllərim toxunan budaqda sanmış. Yaşıl zəmlərə baxdım, düşündüm. Səpilən dəm kimi torpaqda sanmış. Bax, heç gərək yox uymuş səni görməyə. Əllərim toxunan budaqda sanmış. Fikir verirsiniz burada. Nə var? Heç gərək yox uymuş. Səni görməyə heç gərək yox uymuş. Burada deməli inversiya var. Başqa nəsə varmı? Əllərim toxunan budaqda sanmış. Yaşıl zəmlərə baxdım, düşündüm. Səpilən dən kimi torpaqda sanmış. Bir dənə inversiya var, deməli 4-dür. Sən elə bilirsən səndən uzaqda bir ürək yaşayır hələ də sənsiz. Sən elə bilirsən səndən uzaqda bir ürək yaşayır. Bax, burada inversiya. Hələ də sənsiz və bədii sual var. Deməli, burada 2 dənə oldu. Ona görə 5 lazım deyil. Köhnə sözün, qədim sözün təzələrdən təzə qalıb. Köhnə sözün, qədim sözün, sözün nədir? Təkrir. Ulu sözün əyyamına yeni bir əyyam gətirib. Qədim sözün əyyamına yeni bir əyyam, yeni bir sevinç gətirib. Deməli, burada ancaq və ancaq təkrir var. Bizə başqa nəsə yoxdur ki? Yox. 3, 4, 6 doğru cavab olacaq C variantı.